Elm, mən bir məsələ barədə də istəyirəm soruşum. İslamda iblislə, şeytanla mübarizə üçün nə yollar buyurulur insana? İnsan nə etməlidir? Necə bir həyat tərzi sürməlidir ki, ona urcaq olmasın, belə deyək, şeytan? Bunun bir sığortası varmı? Əslində bu gözəl bir sual müəllim. Şeytanın dedik hilələri var. Bu hilələri bilsək əslində bir miqdar həmin hilələrdən qorunmuş olaraq. Bunlardan bir neçəsini bayaq ifadə etdik ki, şeytan fitnə fəsad çıxarmağa çalışır, insanların qəlbinə vəsvəsə verir. Və eyni zamanda şeytanın başqa bir xüsusiyyəti, daha maraqlı bir xüsusiyyəti gözəl göstərməyə çalışır. Günah olan şeyləri, haram olan şeyləri gözəl göstərməyə çalışır. Və ayətdə də ifadə olunur. Şeytan Allah Taala'ya deyir ki, mən insanlara o haram olan şeyləri gözəl göstərəcəm. Və biz doğrudan da baxdığımız zaman haram şeylər insana səkizi gəlir, səlbedici gəlir. Bəlkə də... Yəni, o dediyimiz bayaq cəmiyyətdəki satanizmin rahat şəkildə simvollara köçməsi ondan yaranıb ki, bunun cazibəsi yaranıb. O da ola bilər və yaxud da insana hər hansı bir əxlaqsız hərəkət bəzən insana nəfsinə xoş gələ bilər. Ki, bu da şeytanın insana xoş göstərməsidir. Bir, yəni, belə reklam eləyir, şeytan reklam eləyir hər hansı bir şeyi. Bizim əslində zəif tərəflərimizi bilir. Çünki davamlı olaraq insanı müşahidə edir. İnsanın zəif tərəflərini bilir və onu nə vaxt, harada yaxalayacağını təcrübəsi ilə formalaşdıraraq bilir. Və insana halal şeylər durduğu halda, məsələn, insan ola bilər ki, əks cinsə qarşı zəifliyi var. Bəli. Əks cinsə qarşı özünə halal olmayan əks cinsə qarşı daha çox istək yarana bilər ki, bu da şeytandandır. Həmin şeytan insana onu dəfələrlə gözəl göstərmə xüsusiyyəti var. Bu, həmin ayətdə də mən bəzi şeyləri insanlara daha gözəl göstərəcəm, onları bəzəyəcəm, bəzəmək. Və yaxud da insanları qorxutmaq, insanları xeyir iş görməyə çalışan, Allah yolunda xeyirxah əməl işləməyə çalışan insanları kasıblıqla qorxudur. Eyni zamanda insanı malının azalacağı, ailəsinin ziyana uğrayacağı ilə qorxudaraq xeyirxah işlərdən, Allah yolunda çalışmaqdan çəkindirərək qorxutmağa çalışır. Və şeytan yenə Allah Taala'ya deyir ki, mən insanların hamısını yolundan azdıracam, sadəcə sənin ixlaslı qulların istisna. Demək ki, şeytanın hilələrini aldanmayan birinci qrup ixlaslı qrupdur. Yəni, səmimi qrup. Allaha qarşı səmimi olan qrup. Özünü göstərməyə çalışan yox. Yəni, riya ilə məşğul olan yox. Əməllərini başqalarını göstərməyə çalışan yox. Sadəcə sırf Allah rızası üçün əməl edən və Allahın razılığını istəyən, Allaha qarşı səmimi olan qulları şeytan rahat şəkildə aldada bilməz.